Salam əleykum əziz babanlar, hər birinizi Xaçmazdan salamlayırıq. Davud qardaşın bağındayıq. Davud, xoş gördük səni də. Xoş gəlmisən qardaş. Necəsiz, Sən vəziyyət gəl. necədir? Lap yaxşı, şükür Allah. Bu Kontesa çeşididir də. Bugün də 27 iyundur. Hal-hazırda yığım gedir, elə deyilmi? Bəli. Bu çeşid barədə məlumat səndə. Davud qardaş, özün yetişdirmisən də, öz aqronom fəaliyyəti də hamını özün baxmısan. Bəli qardaş, bəli. E, 3-cü ilidir ağacların, 3-cü yaşıdır. Məhsuldarlıq qəşəngdir. Çatdama çox azdır. Ondan sonra, yəni belə də yaxşı idi. Dözümlü çeşiddir. Bir də hal-hazırda burada yığım gedir. Hə, hələ yəni birinci üzləməsini eləyirik. Bir də Seyrəltilmə falan olmuyor. Ona görə bir balaca məhsulda xırdalıq var. Qeyd elədiniz ki, mən çox da seyrəltmə eləmədik ki, yığaq deyib, amma eləmək lazımdır deyirsən də, hə? Bəli, bəli, lazımdır. Orada da bayaq gördüm, yığmışdınız, indi birazdan göstərərik. Bu Kontensa'la indi Babylon da çəkəcək. Arasında nə fərq var ki bunların? Bir həftə fərq var. Belə bənzərlik olaraq çox bənzəyirlər bir-birinə. Babylon Kontensaya nisbətən böyük olur. Aha. Amma bu keçən illəri məsələn çatlaması falan olmamışdı Babylonin. Babylon. Bu illəri çox kalan çatlayıb. Aha. Çox çatlama var, hədsiz. Bu şaftalda tozlanma filan deyən məsələ var, yəni ondan Bəzi çeşidlərdə var, amma çoxsu bir-birinin öz-özünü tozlayan çeşidlər. öz-özünün tozu. Bəli. Gilasdakı kimi belə bir. Yox, gilas dərd deyil gilas. Bu il neçinci ilidir bunun? 3-cü yarpaq yaşıdır qardaş. 3-cü yarpağı. Hə, 3-cü yaşı bu sezonun axırında bitir. Yəni tamam olur. Bir dənə belə deyim ağacdan neçə kiloqram yığmaq olur məsələn? Yəni kondensalarda belə deyim 20 kilodan 20-22 kilo, 25 kiloya yaxın var. Burası bu indi gələk. Hə. 20-22 kiloqram. Hə, bu aralıqda var bəli. Maşallah. Bu nə çeşiddir? Bu da kondensadır. Bəli. O birisi cərgəsi Babylonu idi. Hə, o Babylondur. Aha. Maşallah xeyirli olsun. Sağ ol qardaş, sağ ol. Budama vaxtı keçiş eləmişdik bir dəfə. Bəli. Bura nədir? Və bax məhsuldarlıqdan yığılsınır. Bu Babyondur. Hə, bu Babylondur. Babylon. Biraz Babyonumuzda çatdama var. Yerə kimi yıxılıb ya, hə? Sınıb nə məhsullar? Ha, bura. Çox deyil Babylonlarda sınan çoxdur. Bu seyrəltmə eləmək lazım idi, hə? Mütləq qardaş, mütləq. Heç olmasa bu vaxtında çatlayanları, xırdaları töksəydik, yəni ağaca yük çox düşməz idi. Burada çox olar. 20 kiloqram. Çox da bu 20 kilodan çox olar. Nə çatdama verib. Sən buna kalsium falan vermisən? Hər şey eləmişəm. Sadəcə o yaz aylarında, yaz yəndə bu meyvə xırda olan vaxtı var, tumu bərkiməmişlər. Gecə-gündüz fərqləri, temperatur fərqi çox oldu. Hə, yəni gündüz vaxtı futbolka ilə gəzirdik, axşam vaxtı keçirdik kurtkaya. Və yaxud bir gün isti olurdu, bir gün soyuq olurdu. Yəni onun fəsadları oldu. Bu Babyonu elə bil ki, belə deyim də sənə Davud, 27 iyunu bir də hal-hazırda yığım gedir. Yox, Kontensanı. Kontensanı, hə. Babylon da vaxtda yığılır. Babylonla kontensan arasında hal-hazırda 5 gün, 1 həftə falan fərq olur həmişə. Bu il bilirsən də iqlimlə Giri bağlı bir-birinə. problem bütün gilas sortlarda qarışdı, şaftalda. Şaftalda qarışdı, düzdür. Görürəm burada harca 3 gün fərq verər. Hə, ancaq. 3 gün. Yəni bunu izləyib qutarıb keçəcəm bunlara. Ha, buran yığıb qutarıb o birisi. Bu çeşidlərdən razısan? Razıyam qardaş, razıyam. Yəni şükür Allaha, yəni 3-cü ildir hansı bağ məhsulu verir yəni. Hə, həqiqətən. Xeyirli olsun. Kök altıdakı qarnemdir bunlar. Bəli, qarnemdir. 3-cü ilin şaftalası qarnem. Xeyirli olsun, uğurlar olsun. Bir məlumat vermək istədik. Sən də keçək sən nektarinlərə də baxaq. Hə, nektarinə də baxaq elə bir video silib kitabını. İşte bax. Nektarinlik. Bu nə hansı? Bunlar qarışıq düşüb bunlar. Bunlar Svitledi adı ilə almışam. Aha. Burada qarışıq var, məxməri var, nə var. Bu bax, bu nektarin ucu yığımı hazırdır. Yas, bu məxmərdir, az tüklü şaftalı. Aha. Və burada belə təkərlər var, heç adlarını bilmirəm, yas şaftalılar. Bunlar hələ qalıb. Hə. Sonra bu hissə qardiyatadır. Buradan belə bir-iki dənə qardiyata var bunun içində. Qardiyata. Bilmirəm, bəlkə də heç qardiyata deyil bu. Keçə o biri cayıya. Bu qarışıq düşüb də bunlar. Hə, bu iki dənə cayıya qarışıq düşüb. Dəqiq adını da bilmirəm. Hə, bunlar qardiyatadır. Hə, yox, bunların yetişməyinə var. Bəli.
Bu da ondandır, Gardetadır. Ha, bunlar Netix'lərdir. Bunlara bax. Bunlar artıq bir üzləmə eləmişəm. Hardasa bir 3 ton falan 2 cərgədən götürmüşəm. Hayırlı olsun. Ha, yəni el demək olar ki, ağaclara elə bir toxunmamışam. Ha, izləmə eləmişəm. Hələ qardaş. Bax bu bağın məsələlərinə deməli Davud qardaş özü baxır. Şaftalıla bağlı suallar da olanda demək olar ki, çox vaxt Davudu özdən yönləndirirəm. Hə, öz bağıdır Davudun. Xeyirli olsun Davud. Davud bir tərəfdən də aqronom xidmətini də özün eləmisən və Bəli, bəli. yanındakı ətraf bağları da bilirəm ki, bir hardasa bir 20-30 hektar əraziyə özün baxırsan da bir dəqiqə. Maşallah. Çox hektarlara baxıram. Onlarda nətərdir tonajda şaftalıda? Var, elə çeşidlər var ki, tozlanma vaxtı soyuqlar oldu. Onlarda məhsuldarlıq zəifdir. Elə yerlər var, məhsuldarlıq yaxşıdır. Yəni hava şəraitinə baxır da qardaş. Bu sən gilasdan konkret olaraq biraz əsəbləşib şaftalı üzvü güldürüb baxır biraz hə? Başımız oynaşdı. Xeyirlisi inşallah. Gilas bizdə yenə də şükürlər olsun yaxşı qurtardı. Elədir də, yəni bir yer Həqiqətən. belə olur, bir yer elə olur. Ya əlbəttə bu bilsən necədir? Hamısı Allahın işidir. Əlbəttə ki, hər şey Allahdandır. Mən belə görürəm də bunu. Bir oyundur. Oyunun içindən çıxmaq lazım deyil. Bir il tutmadım, əkməyim filan belə yanaşmaq lazım deyil. Yəni həqiqətən. İnsan gərək mübarizədən geri durmasın. Ancaq mübarizə. Davud qardaş da burada özü ərazidə işləyir. İndi bir Öz kadr bağımızdır. özünü xeyirli olsun. Çox sağ Uğurlar ol olsun. qardaşım, Allah razı olsun. Gözəl nəticədir. İnşallah ki biz bunun budamasını Nur Sultangillə budamasını da çəkmişdik. Sultan qardaş dostumdur. Yəni budama üzrə. Maşallah yaxşıdır. Mən bu il ona Qəşəng. bağlar da calamışam. Uğurlar olsun sizin də işlərinizdə uğurlar. Çox Belə sağ ol. bu şaftalı işinə ilk girən adamlara nəsə tövsiyə eləmədiyim bir məsələ var. Yəni ki mən filan şeyə sərf eləmişdim, siz eləməyin modunda bir şey. Yox, belə deyim də, nektarın ümumiyyətlə var, səhv eləyənlər çoxdur. Düzgün yerdən, sənin videolarından yararlansınlar, baxsınlar. Ağacları hər il, yəni məhsul götürüldümü budaqdan? O budaqlar yenilənməlidir. Hər Aha. il. Nektarın ümumiyyətlə 1 illik zoğlarda meyvə verir. Yəni həmin budağı saxlayıb ikinci ilə meyvə saxlamayasan gərək. Bəli. Məhsulu yığdın, dırnaq saxla, kəs götür. Mütəmadi budamada saxlamaq lazımdır. Fikir ver bura. Yəni saxlamaq olar bir hansıları. Bax, buna bax. Bax, qısa budaqdır. Bunu saxlamaq olar. Aha. Bax, bunun ucunu vurub saxlamaq olar biraz. Bax, bu budaq artıq yaşlaşmaya doğru gedir. Aha. Bu budağa bax. Bunu artıq qısaltmaq lazım. Məhsulu yığıldı mı bu budaq qısalmalıdır. Tezə Bir göz, budaq iki göz saxlayıb qısaltmalısan ki, yenilənsin budaq. Yəni aşağıdan yuxarı şaftal elə bir şeydir ki, yəni 3 il, 5 il budama düzgün getmədi, artıq o bağda meyvə qalxır, meyvə gövdədən uzaqlaşır, artıq onun keyfiyyəti düşür aşağı, qulluğu da, yığımı da. Ha, bir dəqiqə mən bunu yerdən yığıram, nərdivana ehtiyac yoxdur. Yəni, istədiyim yerə yəni, bir balaca budağa əydim, yığdım, götürdüm. Bir də bunun orada düzməsini də göstərəkmi? Göstərək. Yorulmasan. İndi Davud burada deməli bunlar kalibrovkaya uyğun, hamı 60 plus. 60 plus. 60-dan balaca qoyulmur, hə? Ölçüm. Bu kondensalarımız da bizim. Çatlayanlara qoy ayrı. Aha. Bax belə. Budur. 60 plusu yığırsınız. Belə ölçümümüz də var. Aha. Qabınız kalibrovka. Hamısı 60-dan yuxarı. Bir olanlardır, yəni deyirlər. Burada da əmi düzür, yorulmayasınız. Sağ olun, sağ olun. Bax bu cür düzülür. Əvvəllər düzürdük Davud o qazetlə, tək taxtalarda filan. Axır ki canımız azad oldu. Hə. Şu. Kontesa amma Babilyondan parlaqdır. Bayaq da əmi də qeyd elədi, hə. Amma kalibr olaraq Babilyon kondensadan böyük olur. Babilyon daha böyük olur. Şu. Bu Bu çatlamaya kondensa dözümlüdür. Biri belədir, biri belə. Hərəsinin bir cür şeyi var. Müsbət cəhəti var. Burada da hamı yığılır bir yer. Xeyirli olsun Davud, xeyirli olsun. Allah işlərinizi avan eləsin. İnşallah daha güclü meyvə tonajları əldə eləyəsiniz. Hər kəsə uğurlar inşallah. Bu elə bir ki
27 iyunu idi. Contessa və Babilyon da bir 3-4 günə Babilyonu da Məlumat üçün. yığacaqsınız. 3-4 günə Babilyonu da yığacaqsınız. Uğurlar olsun inşallah hamına. Avan olsun.